Dövlət Statistika Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən biri də statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsidir. Bu xidmət vasitəsilə statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə barəsində inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuş hüquqi və fiziki şəxslər inzibati cərimələrin ödənilməsini elektron qaydada həyata keçirirlər. Elektron xidmətdən istifadə etmək üçün Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsindəki elektron xidmətlərin siyahısından statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi elektron xidmətinə daxil olmaq lazımdır. Elektron xidmətə keçid. Xidmətə daxil olduqda açılan pəncərədə istifadəçi protokolun seriyasını və nömrəsini daxil etməlidir. Sonda istifadəçi axtar düyməsindən istifadə etməklə ödənişi həyata keçirə bilər.